Bir şəklin tarixçəsi. Mən 1988-ci ilin fevralında birinci qaşqınlıqda gəldik Əli-Bayramlıya. Əli-Bayramlıda bizi yığdılar bir idarənin həyətinə. Bizlə görüşə Fərman Kərimzadə gəlmişdi. Fərman Kərimzadə orada sənədlərə bir baxanda dedi ki, mən Moskvaya nümayəndə aparmaq istəyirəm. Əgər kim könüllü getmək istəyirsə, gedə bilərik. Amma sənədləriniz üstünüzdə olsun. O da yoxladı. Mən, həyat yoldaşım Abdullayev Sultan Hüseynoğlu və Mirzəliyeva Göyçək Rəcəb qızı bizi onların arasından seçdi. Bizimlə bərabər Dərələz mahalından Telman müəllim, Şirazlıdan bir oğlan, adları yadımda qalmayıb, Masisdən bir oğlan, Kirabakan tərəfdən hamısı birlikdə 16 nəfər nümayəndə seçdi və dedi ki, Bakıya gəlməlisiniz, Bakıda sənədlərinizi, biletlərinizi alıb, özümüzdən aparacaq Moskvaya nümayəndə kimi. Biz gecə ilə gəldik, Bakıya gəlmək çətin idi, gizlin yollarla qardaşım Mürvət gəlib bizi keçirdi Bakıya. Cənub Qastinsasında görüşdük, sənədləri verdik, biletlər alındı, biz Moskvaya nümayəndə kimi uçduq. Moskvada da getdik, Qarbaçov bizi qəbul eləmədi, onun katibi Nişanov qəbul elədi, sənədləri, ərzələri hamısını qəbul elədi və biz 2 gün, 3 gündə gedib qayıtmağımız 3 gün çəkdi, qayıtdıq, gəldik. Fərman Kərimzadə ilə bərabər bizimlə ASTV-nin o vaxt jurnalisti, işçisi Babək Hüseynoğlu da birlikdə getdik. Bir şəklin tarixçəsi. 1988-ci il idi, may ayı orta məktəbin sonuncu buraxılışı idi. Bütün Ermənistanda demək olar ki, orta məktəblərdə son təhsil idi, Azərbaycanlıların son təhsil idi. Biz orta məktəbdə oxuyan 10 sinif şagirdləri, o cümlədən Abdullayev Asaf idi, Hənifəyev İntizarı idi, sonra Yusuf Namiq idi, Nüsrətli idi Hənifəyev. Biz getdikcə bu məsələlərə qarşı, yəni ermənilərin Azərbaycanlara qarşı olan aqressiyasına təpki göstərməyə çalışırdıq. Aktiv şagirdlər hər gün məktəbin qarşısına toplaşırdıq. Ermənilərə etirazlarımızı bildirirdik və səsimizin eşitməsini istəyirdik. Bu MML-ə o dəstək göstərirdi, Həsən müəllim dəstək göstərirdi və bir çox müəllimlər. Biz qərara gəldik ki, bir şüarlar şəklində, kağızlara yazılmış bir şüarlar şəklində onları hazırlayaq. Biz qərara gəldik ki, buradan çıxıb məktəbdən bu miting formasında həmin o sərhəddə doğru gedək. Və elə də elədik. Növbəti gün toplaşdıq bütün o aktiv şagirdlər başda olmaqla, o orta məktəb şagirdləri, o cümlədən bir çox kənd sakinləri biz etirazımızı bildirə-bildirə, yəni ermənilərin bizə olan təcavüzünü, təzyiqini, repressiyasını, soyqırımına etiraz əlaməti olaraq Türkiyə sərhədinə istiqamət götürdük. 88-ci ilin Zastava hadisələrinin iştirakçılarından biri də mən olmuşam. İnsanlar o zamanlar Sovet hökumətinin insanlara qarşı laqedsizliyindən Ermənistan Daşnak Respublikasının Azərbaycanlara qarşı münasibətindən etiraz əlaməti olaraq hamı çıxmışdı mərkəzi yola, oradan da Zastavaya yürüyüş etdilər ki, bizə qarşı bu cür laqeyd münasibət bəslədiklərinə görə. İnsanlar getdilər, orada tələblər irəli sürdülər. 2 qrup var idi. Bir qrup tələb edirdi ki, Rusiya bizə kömək etsin, bir qrup da tələb edirdi ki, bizə imkan versinlər, əgər Sovet hökuməti bizə sahib çıxmırsa, biz çıxaq gedək Türkiyəyə, Türk olduğumuza görə. Və bunun insanların Zastavaya getməyinin təşəbbüskarı heç kəs olmadı. İnsanlar sadəcə olaraq canına doymuşlar, boğaza yığışmışdılar, məcbur qalıb hamı yola çıxdılar, getdilər. Bir şəklin tarixçəsi. Və kəndin içi ilə şüarlarımızı səsləndirə gəldik, çıxdıq Türkiyə ilə sərhəddə. Kompakt şəkilində bütün kənd cəmaatda hamısı yığıldı, bizə dəstək verdi və biz tikanlı məktəbləri tərpədə şüarlarımızı səsləndirirdik. Türkiyənin adını çəkirdik şüarlarımızda. O vaxt Sovet Komünist Partiyası Mərkəzi Komitəsində
Yegor Ligaçov var idi. O Ligaçov mərkəzi komitənin üzvlərindən biri idi. Ermənistanda olan Azərbaycanlıların müdafiəsi ilə, orada yaşamasına, onların xeyrinə olan bir çox çıxışlar edirdi. O cümlədən də Dağlıq Qarabağın, yəni o vaxtki Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması ilə bağlı müsbət rəylərini, fikirlərini, çıxışlarını biz görürdük. Ona görə də biz həmin o zastavada Yegor Ligaçovun gəlməsi. Şəhətdə fəallar var idi, cəmaət ziyalısıdır. Amma bizə dedik ki, hamı çıxsın, zastavaya gedin. Son vaxtlar vəziyyət qarışmışdı kənddə. Erməni uşaqları benzin maşını ilə gəlirlər, kənddə qayrar yanımızda. Öz başınalıq edirdilər. Vəziyyət qarışdıqca Qarbaçovdan ümid gözləmirdi. Cəmaət Ligaçovu Fikrimizin Türkiyəyə, SSR-yə çatması üçün bu çabaları göstərirdik, bu mitinqə keçirirdik. Getdikcə kənd cəmaatı toplaşdı, bu zastavanın ətrafında yığışdı, xeyli də insanlar oldu, demək olar kəndin əksəriyyəti orada toplaşmışdı və biz aktivlər də tikanlı məhfilləri tərpədə Ligaçov, Türkiyə və bu şüarları biz səsləndirirdik. Cemaat istədi keçə Türkiyəyə. O da qapıya yaxınlaşanda bayan yük gəldi, zəng elədi. Artaşatdan vertolyot gəldi. Həmin cemaatın başının üstünə bir qazana qaldırdı ki, mən heç kimi görmür. Nələr yıxıldı bir yana. Mən həmən lazım olan şəkilləri orada çəkmiş. Bayan ver aparat Rusya özü dedi. Aparat yıxışdı. Cemaat axın elədi, aradı bir ağına. Biz də yavaş-yavaş 1, 2, 3, 5, 5 xeyli çoxaldıq, güc çatdıq Setkan bir ağına. Zastavaya. Yaxınlaşdıq ora və elədilər ki, biz sərhədi keçmək istəyirik, həqiqətən də. Bayan gəldi çatdı ora, cəmaatı xələndərliklə, itlərlə. Məktəbət yuxarıdan gəldi. Biraz aşağı, hardasa bir yuxarıdan aşağı, pəri ilə toza torpağa. Səməd əskərlikdəydi. Yusuf da Lənkəranda Vayenli'də poligondaydı. Evdə mən idim, Kimnaz idim, bir də Samara. Cəmaat çox yığışmışdı ora. Mənlə Tarih müəllimin yoldaşı tamam da getdik. Böyük kütlə var idi. Çox idi cəmaat. Vertolyotun gəlməyinin hamısını mən də şahid baxırdım ona. Doğrudan da çox gözlü toz yaratdı. Cəmaat da yıxılan da oldu, zat da oldu. Sonra vertolyot başqa yerdə dayandı. 3 yoxsa 4 dənə hərbiçi düşdü. getdi Zastavaya, sərhəddə, Türkiyənin sərhəddə. Zastavada cəmaat yığışmışdı, yeri də şumlanmışdılar, torpaq idi. Bütün kənd cəmaat demək olar ki, 70%-dən az getmişdi. Orada qışqırdılar Ligaçov. Bu vertolyot gələndə kapitan erməni idi. Gəldi cəmaatın belə başının üstündən nə tərə havanı vurursa yerə. Bütün aləm toza büründü, qaranlıq bir anlıq qaranlıq aləm oldu. Heç kim görmədi. Mən də gözümü yumdum. Birazdan sonra toz açıldı. Cəmaat gözümü açanda gördüm ki, bunlar da getdilər Zastavaya. Sonra cəmaat bir hissəsi həmin moment toza zada vurulanda, bir hissəsi dala qayıtdı, bir hissəsi də Zastavanın həyətinə gedən yerə soxuldular. Ondan sonra isə isimə yaxın getmədilər. Çünki orada hamı bilirdi, tok da var idi, amma çoxlu əskər də var idi. Uşaq simə çırpıb. O Arifəni simə çırpıb belə, Zastavanın siminə bərdi. Cəmaatın bir neçə uşaq. Ondan sonra kapitanı başladı bizimkiler daşlamalar, söydüler ermence. Kapitan da gizlin Əzrab Zastavanın içindən qaçdı girdi tez. Bu səs yaranı qaçdı içəri. Cəmaat birinci simi keçdi. İkinci simi keçdi. Artıq əməlli başlı təzyiq göstərdi. Şirin oldu. Dedi ki, üçüncü simə, dedi gəlsə toyuq süzəsi kimi sizi qıracaqlar. Onları kənara çəkin cəmaat. Onlar da gözməyəcək, uşaqdır, bilməyəcəklər, uşaqdır, böyüdü, qadındır, kişidir. Dedi, üçüncü simə yaxın durma, dövlət sərhədi. Keçdi, sizi qıracaq. Şirin oldu. Dedi, yavaşça kənara çəkildi da, deyir, olmaz mənə danışmaq. Elə bizə işarə verdi ki, cəmaatı kənara çəkildi. Bir şəklin tarixçəsi. Yəni vertolyot yanmışdı orada. Biz tabii birincisi simi sındırıp geçmişti. Birinci manenin maniyəni birinciyi sındırmışdı. İkinciye keçəndə vertolyot yerdən qalxdı. Toz dumayla biz onu raqatdan vurdu. Ondan sonra tadına qayıtdı, bir de yeniden aşağı. Ondan sonra töküldüler, ilk hamısı töküldü. Ondan sonra sakin. Simin arkasında o tərəfdə. Düzüldülər, itlərlə bərabər əsgərlər, tanklar, BTR-lər, bir də it əlində əsgərlər. Avtomat Kalaşnikov içəriyə durdular. O Şirinov dedi ki, bax, tez cəmaatı kənara çəkin. Biz də gəldik, qışqırdıq ki, ay cəmaat, üçüncüsünə yaxın getməyin. Qapıda taxtaydı. Cəmaat taxtanı birincini itələdi, ikincini
Üçüncüdə özü Liqaçov qışqırdı. Sadəcə o cəmaatın ümid yerində və mənəvi almaq istəyirlər ondan. Helikopter bizim bu cəmaatın talpanın üzərinə gələrək güclü bir hava kütləsini bu cəmaatın üzərinə vurdu. Təsəvvür edin, hərə qaçan bir tərəfə, yıxılan bir tərəfə toz duman aləmi götürdü burada. Yəni o məqsəd bizi qorxutmaq idi, bizi çəkindirmək idi. Amma buna baxmayaraq bu hadisədən sonra biz tikanlı məftillərin birinci səddini qırıb ikinci səddə yaxınlaşdıq. Hərbçilər çox sıx formada düzlənmişdi. Hərbi hissənin heyəti demək olar ki, artırılmışdı. Orada bütün millətlərdən vardı. Azərbaycanın da vardı, Ermənin də vardı, Rus da vardı və bir çox millətlər var idi orada. Abdullah İsa deyir ki, sonradan bizə danışanda deyir ki, İsa dayı dedi ki, orada bir Azərbaycanlı hərbisi var idi. O hərbisi məndən münasibətləri yaxın idi. Sonradan mənə dedi ki, İsa müəllim, bəs bizim yuxarı komandanlıqdan göstəriş gəlmişdi ki, ikinci tikanlı məftilə də təzyiq olsa, yəni baskı olsa, onu qırmağa çalışsalar, hamısını verin güllə vuran eləyin. Yəni, belə deyək də, soyqırım eləyin. Çünki SSR-nin sərhədini biz dağıtmış olurduq. Və yaxşı ki, biz bu hadisələrdə ikinci sərhəddə dağıtmadıq, amma buna baxmayaraq bizim səsimizi eşidən də olmadı. Şirazlı kəndinin cəmaatı Şiddi ilə Türkiyənin arasına yığılmışdı. Onda Fərman Kərimzadə yeni ora gəlmişdi. Biz orada onunla yenidən görüşdük. Söhbət elədi cəmaatla. Sonra dedi köməklik eləyəcəyik. Hələ bizə təklif elədi ki, İmişlinin kəndinə yerləşdirmək istəyirik. Bir yox, hələ ki biz daha sakitçilikdə yaşayırıq öz elimizdə, obamızda. Vertolyot indi yerə təmiz göz görmürdü torpaqdan. Sonra vayinlər töküldü, nədir, nəyə yığılıbsınız, nə şikayətiniz nədir? Cəmaat da dedi ki, biz Türkiyəyə keçmək istəyirik. Burada bizi incidirlər, bizi qoymurlar, heç yana getməyə imkan vermirlər. Heç nə eləyə bilmirik, kənddən işə. Bir şəklin tarixçəsi. Hadisəsində gələn Komünist Partiyası da demiyorum, prezidenti olmadı. Türklər biraz da mübarizlə əlbəyaxa oldular. Mübariz çığırdı, elədi. Bunlar çıxdılar, getdilər. Cəmaat hamı getdi, yığıldı o sirin böyrünə. Onda vertolyot gəldi. Qışqırışdılar, Liqaçov gəlir, güya bizə kömək eləyəcəkdi. Belə əydilər aşağı, pəri. Torpağı vurdu cəmaatın üzünə, hamı biri qaçan, biri yıxılan. Rəhmətli Babayev, Yusuf dayı, ondan sonra Məhrəm dayı, onlar da oradaydılar. Bir də Arifə rəhmətli yıxıldı. Arifə yıxıldı o simlərin içinə. Hamı qaçdı da, indi hamı qaçır. Arifə də qalıb o simlərin içində. Bir zülümlə onu oradan çıxartdıq. Cəmaat hamı gördü ki, orada kömək yoxdur da, yalandan elə. Liqaçov gəlib kiməsə bizlərə kömək eləyəcək, heç bir köməyi də olmadı. Vayinlərin birinci simini yatırtdılar yerə. Doğru ki, yatırtdıq birinci dadı. Sonra vertolyot da gedəndən sonrasına əsas orada rol oynadı, həkk bilirəm. Mübariz yaxşı rol oynadı, kişi ilə o Yerevandan gələn böyüklərlə değişdi. Ondan sonrasına Zastavada, bunlar vertolyot gedəndən sonrasına sallatlar da bize davay çıxın. Ancaq Türkiyənin sərhəd boyu taplardı. Sonra biz gedəndə ermənilər Rusları başa salmışdılar ki, biz güya sərhədi qırıb dağa çıxıb gedəcəyik Türkiyəyə. Bu müddətdə Rus qoşunları, Rus ordusu vertolyot yuxarı qaldırdı və Zastavaya yaxınlaşan, o sərhəddə yaxınlaşan insanları pərləri vasitəsilə geri çəkmək istədilər. İnsanlar, cavan uşaqlar, əsasən cavanlar daş götürdülər, atdılar vertolyota. Bu vaxt vertolyot sürənlər yəqin ki, qorxdular ki, bu pərləri zada dəyib, partaya bilər, geri çəkildilər. Geri çəkiləndən sonra bunlar gətirdilər 10 metrdən 10 metrə qaz balonlarını düzdülər ki, əgər siz yaxın gəlsələriz, qazı buraxacaq, sizi boğsunlar. Bu vaxtı Zastavada mənə elə gəlir ki, bu bölgə üzrə məsul şəxslərdən biridir, hərbçi idi, Polkovnik Şirinov. O insanları, Azərbaycanlıları çağırdı, dedi ki,
sizlərdən, ağsaqqallardan neçə nəfər gəlsin ki, gedin danışıqlara. Bunlardan yəqin Yerevandan da gəlmişlər mənə, yer ki o vertolyotda. İsa dayının dəqiq getdiyini bilirəm, o birisilər yadımda deyil. Getdilər, danışıq elədilər, gəldilər, danışıq olub gələndən sonra biz qayıtdıq geri kəndə. Amma Zastaviyaya getməyimizin, mən deyim, elə bir nəsə bir nəticəsi oldu, heç bir nəticəsi olmadı. Ancaq ilk dəfə olaraq, etiraz eləməti olaraq miting kimi biz yürüyüşə çıxdıq və öz etirazımızı bildirdik. Həmin Zastavada olan müddətdə bizim uşaqlar bizə qarşı layiqsizliyə etiraz eləməti olaraq dövlət sərhədinin simlərini vurub dağıtdılar. İlk dəfə olaraq. Nemət Xanaxalı deyir ki, mən birinci vurub Sovet hökumətinin sərhədini dağıtmışam, yalan deyir. Onu Xalsanın igid oğlanları. Bütün şəklini çəkmişəm. Saldat da istədi mənim fotoaparatımı ala. Sonra gətirilən sonra oradan şeylər. Aparatı vermədim. Mən amma çox şey yadımda. Aparatı vermədim. Aparatın içərisində olan lenti, Bakılı bir oğlan var idi. Verdim ona, gətirsin Bakıya. O da yoxa çıxdı. Gecələr odunlar yandırırdı, o evdə olan kişilər həmişə növbəli gecə növbəsinə dururdu ki, ermənilər gələndə hamıya xəbər verə bilsin. 8-in sonlarına yaxın deportasiya elədilər. Beləliklə də Ermənistanda bir dənə də olsun deyə Azərbaycanlı qalmadı. Yaydaydı da, yaydaydı. Payız aylarıydı. Cəmaatın bir çoxsu Xocalıya getdi, hərə bir tərəfə dağıldı.